bu qeyri-etik davranış sərgiləyən taksi sürücülərinin aqibəti necə olmalıdır? Sərnişin bu halda necə davranmalıdır? Bizimlə birbaşa bağlantıda dostlar Mahir Yaqubdur, sosioloq və eyni zamanda nəqliyyat eksperti Elməttin Muradodur. Hər ikinizi xoş gördük. Sabahınız xeyir, Mahir bəy, Elməttin bəy, xoş gördük. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Xoşdur sizin hər ikinizi canlı efirdə, xəbər ertəsində görmək. Periyodik olaraq bugün bizim taksidə 2 sərnişin birdən var. Yəni və hər ikinizdən xahiş edəcək bu mövzunu tam elə əhatə eləyək. Təbii bir daha təkrar olunmasın bu təvəqqemiz də, amma olunur, periyodik olur. Təzə xəbərdə gəldi növbəti bu hədyan danışıqlar, yaraşmayan danışıqlar, artıq əsik, sərnişinlə ünsiyyət, təmas. Bunun qabağını necə almaq olar? Bu niyə baş verir? Bir də Elməttin müəllim, bax sizə də belə bir sualla müraciət edeyim ki, bəzən görsən ki, eyni sürücü müəyyən bir müddətdən sonra artıq yenə sükan arxasında yenə taksi sürücü. Bu problemlər var. Elməttin bəy, başlayaq elə sizdən. Çox sağ olun. Bu mövzuya yer ayırdığınıza görə təşəkkür edirəm. Çox təəssüf ki, bugün Azərbaycanda taksi islahatlarına kölgə salan elementlər hələ də qalır və təəssüf ki, o sürücülərin bir çoxu sertifikat almış sürücülərdir və sertifikat alanda onun 5 günlük təlim dövrü var. O təlim dövründə bunlar etik davranış qaydaları ilə bağlı da təlimlər keçiblər, güya öyrəniblər. Amma baxırıq ki, yəni xüsusən də xanım müştərilərə qarşı bu qeyri-etik davranışlar baş verməkdədir. Ona görə bu islahatların bir elementi olaraq taksi avtomobillərində video kameraların quraşdırılması bir tələb kimi ortaya qoyulmuşdur. O zaman bəzi sürücülər cırnayırdılar ki, bu nəyə lazımdır, bunu nə edirik falan. Bax, elə görürsünüz, belə halları üzə çıxarmaq üçün lazımdır. Mütləq bu qaydalar çərçivəsində taksilərdə quraşdırmalı olan elementlər olmalıdır. Öz terminaldır, olmalıdır. Həm salonu, həm önü çəkən video kameralar olmalıdır, bəli, quraşdırmalıdırlar. İndi bəzi sürücülər var, məsuliyyətlidirlər. Mən onlara təşəkkür edirəm ki, onlar buna təmin ediblər. Və taksi sürücüsü haqqında məlumat lövhəsi. Bu, avtomobil nəqliyyatı haqqında qanunda, taksi fəaliyyəti ilə bağlı qaydalarda öz əksini tapır. Ona görə sürücülər buna əməl etməlidir. İndi bəzi sürücülər deyir ki, o qadınlar məqsədli şəkildə bizim maşınımıza otururlar, bizi şərləyirlər, bizə şər-böhtan atırlar. Əzizim, əgər belədirsə, sən axı onunla diyalog qurursan, sən ona belə deyək də qeyri-etik təkliflər edirsən, müştərinin hardan gəldiyini, hara getdiyini soruşursan, nə bilim, kiminlə görüşürsən, bəlkə mənlə də görüşürsən, sənə nə dəxli var adam kiminlə görüşür, niyə görüşür? Yəni, sən müştəri ilə sadəcə salamlaşa bilərsən və müştəri nəsə soruşursa ona cavab verə bilərsən və salam. Yəni, başqa bir sənin burada sorğu-sual aparacağın bir məqam yoxdur. İndi bir çox sürücülər var, avtomobilə əyləşən kimi başlayır dərdini danışmağa, zavodlarından, fabriklərindən, nə bilim, Moskvada nə işlər görür, Ukraynada nələr edib, hamısını başlayır sadalamağa və böyük əksəriyyəti də biznesmen çıxır, sadəcə taksiyə bir məşğuliyyət kimi baxırlar. Bunlar lazım deyil. Etik davranış qaydalarında belə şeylər yoxdur. Başa düşürəm, sıxılırlar, ürəyi sıxılır, istəyir ki, ünsiyyət qursun falan. Amma yəni, bax gör kiminlə qurursan da, bəlkə biri səninlə danışmaq istəmir, bəlkə biri o ab-havada deyil. Bəlkə biri taksiyə əyləşib ki, yol getdiyi müddətdə həm də telefonla işlərini həll eləsin. Kiminləsə danışıq aparacaq, danışsın, mesaj yazacaq, mesajını yazsın. Yəni, sən zor gücünə adamı danışığa məcbur eləmək bir öhdəliyində deyilsən. Ona görə mən çox istərdim ki, bu vəziyyətdən, həm də taksi sürücülərinin dediyi o situasiyanı da nəzərə alaraq ki, qadınlar məqsədli şəkildə əyləşiblər, onları şərləyiblər və s. Bunları qarşısını almaq üçün mütləq taksidə video qeydiyyat cihazı olmalıdır və bu əmələ görə onlar təbii ki, inzibati məsuliyyətə cəlb olundular. Həbs olunacaqlar və ya maddi cəza ilə, amma onların sertifikatı alınmır. Ancaq belə hallar təkrarlansa, artıq taksi operatorları bax, bu sürücüləri ümumiyyətlə bloklaya bilərlər ki, onlar artıq işləyə bilərlər, amma fərdi qaydada, haradasa başqa cür. Yəni, sistem
onu götürməməlidir əslində. Mahir müəllim, xoş gördük sizi də. Xoş gördük, Mahir. Mahir bəy, Azərbaycan cəmiyyəti, Azərbaycanlılar, xüsusilə bizim kişilərimiz qədim zamanlardan doğrudan da öz əxlaqı ilə, öz namusları ilə və namus əxlaq deyəndə tək öz ailəsindəki yox, başqasının da ana bacısıdır deyə bəzən heç o tərəfə baxmayan bir doğrudan da sözünün çəkisi olan, əxlaqı ilə həmişə seçilən insanlar olub. Son vaxtlar bu cəmiyyətdə bu nədir, bu nə baş verir? Xüsusilə taksi sürücüsü də artıq kiminsə əmanətidir, kiminsə yenə anası, bacısı, həyat yoldaşı, qız övladı oturur sənin maşınına. Harada bu zəncirdə müəyyən bir problem yarandı ki, belə şəxslər əvvəl tək-tük olanda ictimai qınaq da var idi. Amma indi sanki bir adət halına çevrilməkdədir. Yoxsa mən səhv edirəm? Yox, indi də adət halına çevrilməyib. Birisi, biz xoşa gəlməz halları insan psixologiyası belədir də, tez görürük. Bu o anlama gəlmir ki, elə bizim taksi şoförlərimizin əksəriyyəti və yaxud yarısı o cürdür. Belə pis hallar olur, təbii. Əsas sual budur. Əsas sual budur. Bax, onu edən adam necə olur ki, həyatında hansı boşluqlara yol verir ki, gəlir bir bəy qadın sərnişinə qarşı xoşa gəlməz hərəkətlər eləyir. Bu aksiyomadır ki, bu pisdir. Bu iş etikasına ziddir, peşə etikasına ziddir. Bu aksiyomadır, bunu hamı deyir. Mənim bir cavabım var buna. İnsan həm pis işi, həm də yaxşı işi birdən-birə eləmir. Məsələn, bir adam birdən-birə oğru olmur. Birdən-birə qarşı tərəfə anormal, əxlaqsız təklif eləmir. Bu, insanın həyatının axarında baş verir. Nə mənada? Yəni, belə bir şey var. Deyirlər ki, şəhid bir günə şəhid olmur. Sanki həyatının bütün mərhələlərini, o şəhidlik yolunu keçir, axırda o məqsədə çatır. Əksi də belədir. Bir adam həyatının bütün mərhələlərində o anormal yaşayıb, sonra anormal yaşayan adam gəlib bir taksi şoförü olur. Və taksi şoförü olandan sonra qeyri-etik hərəkətlər eləyir. Yaxşı adam qeyri-etik hərəkət etməz. Bilirsiniz, bu çox qəribə bir fəlsəfədir. İndi nə etməli? Adam düşünməlidir, hər bir insan, xüsusilə insanlarla işləyən, insanlarla təmasda olan adam papağını qarşısına qoyub düşünməlidir, fikirləşməlidir. Mən bu hərəkəti etsəm, mən öz işimdən qalacam, peşəmdən qalacam, pul qazanmaq istəyirəmmi? Ailəmi dolandırmaq istəyirəmmi? Heç ailəm yoxdur, özüm üçün pul qazanmaq istəyirəmmi? Müəyyən etik çərçivələrə riayət etməliyəm. Bu, peşə etikasıdır, iş əxlaqıdır. Korporativ sosial məsuliyyət deyilən bir dərs var. Mənə görə o dərs bütün hamıya kesilməlidir, nazirliklərə kesilməlidir, dövlət idarələrində də kesilməlidir, özəl şirkətlərə də kesilməlidir. Mən bu dərsi deyirəm özəl şirkətlərə, amma mənə görə bütün hamıya kesilməlidir. Özəl dönə-dönə kesilməlidir, bir dəfə yox. 6 saat dərs dedin, nə bilim 10 saat dərs dedin və yox. Ayda bir dəfə, 2 ayda bir dəfə heç olmazsa o təlimi görməlidir. Yadına salmalıdır. Bax belə. Elmət bəy, deməli bir məsələ var. Bizdə bir taksilər vardı, ara kəsməli, sürücü ilə ünsiyyət sıfıra indirilirdi və belə halda hətta əxlaqı olmayan adamın belə müştəri ilə təması minimuma enirdi. Koronavirus dönəmində xüsusi bir bəli. Və dünyada da bu təcrübə var. Bəlkə buna keçək, bəlkə bu yol çıxış yoludur. Və lisenziyalar ləğv olunur mu onların? O ara kəsmə olan avtomobillər sırf taksi avtomobili üçün hazırlanır. Yəni zavod pulları belə buraxır. Bu London taksiləridir. Digərləri isə bu pandemiya dövründə olmuşdu. İraq olsun, bir də o dövrə qayıtmaq qismət olmasın. Çox ağır dönəmlər idi. Sadəcə salafan örtüklə
bir qoruyucu səd yaradırdılar. Bu da çıxış yolu deyil. Yəni danışan yenə danışacaq, təklif edən yenə təklif edəcək. Sadəcə mən belə gəlir ki, bizim bu efir vasitəsilə verdiyimiz mesajların əsas qayəsi odur ki, onlar müştərini artıq avtomobilə alandan sonra ağızlarını yummağı bacarmalıdırlar və video registrator qoymalıdırlar. Əgər demirlər ki, məsələn, qadın ona yaratır, qadın müştəri. Onların da bir əks arqumenti olsun. Sübut eləsin ki, söhbətə bəlkə qadın başlayıb, bəlkə doğrudan da onların dediyində bir həqiqət var. Yəni, olur da, məsələn, bundan qabaq bir başqa bir video var idi. Bir xanım sərnişin ağsaqqalı tutub söhbətdə sürücünü ki, oğlum var, məni al oğluna falan, belə danışır, həm də çəkir. İndi məsələn, videoya baxanda indi normal adam başa düşür ki, bunu söhbətə o qadın tutur, o xanım sərnişin. Var belə şeylər. Mən istisna eləmirəm ki, yəni adamlar məqsədli şəkildə bu işlə məşğul olsun. Çıxsın, çəksin, bu epizodun bu hissəsini yayır. Bilmək olmaz, bəlkə o videonun əvvəlində qadın başqa cür hərəkət edib, nə bilim, ortada başqa cür hərəkət edib, amma çəkib sosial şəbəkəyə başqa bir epizod buraxır. Ona görə mənim səslənməkdə məqsədim odur ki, sürücülər özlərini də qorumaq üçün və biraz da məsuliyyətli olmaq üçün bu kameranı ora qoysunlar. Mən əminəm ki, o kamera taksidə olandan sonra həm biraz özlərini yığışdıracaqlar, həm də elə sərnişin nəsə bir qeyri-etik hərəkət edəndə diqqətinə çatdırsın ki, avtomobildə kamera qeydə alır. Sərnişin də özünü yığışdıracaq, sürücü də özünü yığışdıracaq. Amma mən %100 deyirəm, ayna tərəfindən keçirilən təlimlərdə onlara bu etik davranışla bağlı, xüsusən də sərnişinlərlə ünsiyyət məsələsinə bağlı tez hisslərdən bəhs olunur. Sadəcə indi bəziləri siz yaxşı bir giriş verdiniz ki, yəni başqa qadın görəndə, yəni xüsusən də müştəri qismində, xüsusən də biraz geyim tərzinə baxanda ki, biraz açıq şeyim var, deməli buna hər söz demək olar, hər təklif eləmək olar. Deyil, bu belə deyil. Yəni sən insanlara geyiminə görə dəyər verə bilməzsən və yaxud da müştəri telefonda kiminlə necə danışır, sən ona əsaslanıb onunla ünsiyyət qura bilməzsən. Bu sənin həddin deyil. Sənin işin taksindir. Bu sənin biznesindir. Sən marketdə deməli alver edirsən, gələn müştərilərə ağzına gələni deməlisən. Deyil. Yəni sən pulunu qazanırsan da, işini görüb pulunu qazanırsan. Başqa bir ünsiyyətə heç bir ehtiyac yoxdur. Lisenziyası ləğv olunurmu belə taksi sürücülərinin? Nə mənada? Yəni taksili artıq, yəni onlar üçün artıq inzibati cəza kəsildikdən sonra belə bir hərəkətə ləğv olunur. Mən təkrar 2 dəfə belə bir halla rastlaşmışam ki, eyni sürücü təəssüf ki, təkrar saxlanılıb. Onda hələlik belə sərt qaydalar yox idi. Bu keçən illərdə də yadınızdadırsa, kütləvi şəkildə hətta bir həftə ərzində görürdünüz ki, 7-si, 8-i tutulur. Bir də görürsünüz, qrup şəklində 2-si, 3-ü birdən tutulurdu. Yenə sağ olsun ki, polis bu məsələlərə həm operativ reaksiya verir, həm də bunu ictimailəşdirməklə, belə deyək də, digərlərinə də bir mesaj ötürür. Ancaq dediyim kimi, biz bu mövzu ilə bağlı canlı yayında bir müzakirə açdıq. Bəzi sürücülər yazdı ki, o qadınlar sürücüləri şərləyir. Mənim də dediyim odur ki, şərləyir, böhtan atır, maşınınıza registrator qoyun, video kamera qoyun, talonu və önü çəksin. Bu sizi təhlükədən qoruyacaq. Bu çox önəmli məsələdir. Çox təşəkkür edirik Elməddin bəy. Çox sağ olun. Mahil bəyə son olaraq bir məsələ ilə bağlı sual ünvanlamaq istəyirik. Elməddin bəy, minnətdarıq bu məsələnin bu hüquqi tərəflərindən bağlı danışdınız. Mahil bəy, deməli bir yaşlı sürücünün belə bir şikayəti vardı ki, mənə zəng eləyən cavan, qız ya oğlan fərqi müştəri telefonu götürən kimi, yəni təkcə sürücülərin üstə günah atmırıq. Sərnişindir. Birbaşa sən hardasan? Haçan gəlirsən? Hardasan? Niyə çatmırsan? Kimi çox belə doğma suallar verir dırnaq arasında. Heç kim tanımadığı adama ilk telefon zəngidir, sən deməməlidir, yaşından asılı olmayaraq. Belə hallar da var, belə hallar da olur. Yəni, bunun da davamı mütləq aqressiya gətirir. Biz müştəri və deməli, taksi sürücüsü arasında, tükanda da belədir, avtobusda da, taksidə də güzəştsiz bir diyaloq görür. Heç kim güzəşt eləmək istəmir və dərhal qızışıb bu davaya çevrilir. Ki, belə hallar da var. Tək taksilərdə yox. Mağazalarda, nə bilim, ictimai məkanlarda və s.
İndi sual budur. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Bax, əsas sual budur. Biz istəyirik ki, cəmiyyətimizdə belə hallar olmasın. Bax, bunun qarşısını almaq üçün nə etmək lazımdır? Təkcə hüquqi prosedur. Sizcə hüquqda elə bir qayda qəbul oluna bilərmi ki, müştəri taksi sürücüsünə deyir ki, sən hardasan? O təbii ki, narahat olur da. Belə bir qanun olmur hüquqda. Hüquq bu qədər dərinliyə gedə bilmir. Bu qədər dərinliyə gedən əxlaqdır. Biz o sahəni təkmilləşdirməliyik. Hüquq deyir ki, oğurluq edəni cəzalandıracam. Və buna kamera qoyur, nəzarət edir. Sabah kameralar sönsə, işıq sönsə, insan əmin olsa ki, kamera çəkmir. Əgər o adam daxilən oğurudursa, oğurluq edəcək. Bəs necə edək ki, insan daxilən bəzi oğru taksi sürücüləri olmasın? olmalıdır. Bəli. Bəli, kamera sönsə də oğurluq etməsin. Bax, məsələ odur, söhbət odur, təlimlər onun üçündür. Təkcə kitab oxumaq, indi deyirik, amma kitab oxumaraq, kitab oxumağa adamın vaxtı yoxdur. Bir dənə çıxış yolu var, biz o çıxış yolunu 5-6 ildir həyata keçiririk. 1 dəqiqəlik, 2 dəqiqəlik video roliklərlə insanlara bunu çatdırmaq. Yəni, insanlara çatdırmaq ki, əzizim, adam başqasını incitməz, adam egoist olmaz, adam başqası tanımadığı adama birbaşa sənlə müraciət etməz. Adam başqasının hüququnu riayət edər. Adam təkcə egoist olub özünü düşünməz. Bax, bu dəyərləri hüquqda mümkün deyil təsbit edəyəsən. Bu artıq əxlaq məsələsidir, etika məsələsidir. Belə. Mahir müəllim, çox təşəkkür edirik. Valideyndən, insan ilk növbədə valideyninə qulaq asmalıdır. Əgər valideynindən bu gəlməyibsə, yəni bundan sonra, yəni deyir 40-ında bəli, öyrəndən sonra nə bilim hardasa, bəli, çox gec olur. Amma istənilən halda Mahir müəllim, çox təşəkkür edirik. Mahir Yaqub Dostlar Sosiolog da bizimlə birbaşa bağlantıda idi. Eyni zamanda nəqliyyat eksperti Elməddin Muradlı.